Çəkirəm. Yox, çəkirəm. Qulaq asın. Gəlin belə bir şey eləyək. Qulaq asın. İlk beşlikdə vergüldə səhv. 4. Qaldır 4-ə. 2 səhvdir. Uşaqlar, bir dəqiqə. Müzakirəni sonra. Deyir, hansı cümlədə bu əvəzdən sonra vergül qoyula bilər? Bir dənə bu hissəyə fikir verin. Yazıb qoyula bilər. Bu iki ifadə arasında... Demək ki, həmin cümləni, həmin variantı siz birdən qoyulmaya bilər formasında da düşünsəz, narahat olmayın. Çünki bu demir qoyulmalıdır. Deyir, qoyula bilər. Bu demək ki, qoyulmaya da bilər. Nəysə, nə vurmusan? 1. Heç nə vurmamısan. O böyük. Mənim sonra səhvimi düzəltmişəm. B yazmışam. Burası yazılan. İzah eləyirəm beni. Təsəvvür eləyək ki, Allah günah yazmasın, Allah günah yazmasın. Aha. Məsələn, Allah günah yazmasın, yenə deyirəm. Təsəvvür eləyək ki, böyük İstiqlal Peyğəmbərinin son vida sözləri budur. Məsələn də, izah eləmək üçün, demək ki, günaha da batıram sizə başa salmaq üçün. Həmin bu kağızı təsəvvür eləyək ki, biz o dövrdə yaşayırıq da. Göstərir onu, deyir bu. Sual verin. Nə? Ay sual. Biz nə demişik? Biz demişik ki, birinci növbədə oya buya kim, nə, hara suallarından birini verirsiniz. Verə bildiniz. Verə bildiniz. İndi keçirik ondan sonra. Nə gəlib? Hansı nitq hissəsidir? Sifət. Sifət gələndə vergül qoyurdunuz. Və salam qurtardı, getdi də. Bu qədər rahat. Vallahi yol maşını zat sürürəm, keç günahımdan. Yolda zada bir kamazın altına girdik. Yaxşı olar inşallah. Heç nə olmaz. Pis adama heç nə olmur. Yaxşı, 4-ə 5-ə. 4. Hansı cümlədə o əvəzləyib mübtada olan, odan sonra vergül səhv qoyulub? O deyirsə, o və bu ikisini də deyir. O gülürdü, feil gələndə qoyulmur. O ancaq mənə inanır, məhdudlaşdırıcı ədat gələndə qoyulmur. Elə 5 dənə 6 çıxın. 5 getdi, 6 çıxdı, 6 getdi. Cavab qaldı bunlardan biri. Baxaqla, 4-ə baxaq. O suvaqçıdır, qoyulacaq. Sonra. Bu yazısının təzə kitabıdır. İndi deyər say müəllim, səhv istəyir. Səhv elə 5 dənə 6-dır da. Mən olanları axtarıram. Bir dənə burada 3, 2 cür başa düşülə bilər. Amma sənə deyir ki, səhv qoyulub. Qoyulmağında bir səhv yoxdur axı. Qoyula bilər kimi düşünə bilirsən də. Başa düşdünüz? Bir var bu yazısı. Məsələn, deyək ki, sən Səməd Vurğunsan, bu Nizami Gəncəvidir, məsələn də. Deyirəm, bu yazısının təzə kitabıdır. Yəni, Səməd Vurğunun yox, Nizami Gəncəvinin. Bir də var bu, məsələn, kitabın özünü göstərir, məsələn. Bu təzə kitab çıxardım, məsələn. Deyirəm ki, bu, yəni nə? Bu. Yazısının təzə kitabıdır. Əslində, intonasiyanı düzgün qursaz tapa bilərsiniz. Bu yazısı, bu. Allah kəmə yazsın. Hər il belə eləyir ağzı. Heç bir şey. Təsəvvürsə imtahan günü bunlar dalaşırlar. Nələr mi, nə? Başqa bir adı qoyur, alınmır. Neçə illərdir? 5, qaldır. Biraz yaxşı görürsün. 4-ü tapmışıq da, nə istəyirsin? Düzgündür. Nə vurmuşsunuz? C vurmuşsunuz. Bu dünya doğrudan da bir bilməcədir. Hansı dünya bu dünya? Qoyulmayacaq. Bu oxumalı, siz də qulaq asmalısınız. Bu yox. Bu gecə yox. Bu, nə bu? Borcumdur. Borcumdur mənim. Məsələn, tutam ki, o gün səndən 2 manat pul almışam. Bunu 1 manatını qaytarıram. Deyirəm, bu. Bu, nə bu? Borcumdur mənim. Gəl ha, qaytarım, verim sənin borcumu. Bu dünya. Hansı dünya? Sifət dedim. Vergül, axı sifətin sualına cavab verəndə vergül qoyulmurdu. Biz niyə başlayanda dedik ki, birinci oya buya gərək kim, nə, hara sualını verəsən. Və o nə idi, bu nə idi? Nədir, pul axtarırsın? Lazımdır. Qılarsın, sonra getdik o tərəfə. Hə? Bu gecəyə, bu dünyaya bir sual verir. Hər halda, indi baxır da, baxır cümləyə. Baxır cümləyə. 6 səhv, biraz o izə verdi. Hə, belə düşüb onsuz da. Hə, hansı cümlədə o əvəzindən sonra qoyula da bilər, deməli qoyulmaya da bilər. O işi xoşlanmırdı. Məsələn, Asif işi xoşlanmırdı. Bir də deyirəm ki, Asif o işi xoşlanmır. Məsələn, qab yumağı xoşlanmır.
Amma yemək bişirməyə xoşlayır. O iş, yəni bu iş yox, o birisi iş. 8. Getdik. Bundan sonra vergül qoyula da bilər. Avtomatik deməli qoyulmaya da bilər. Hə, nə vurmusunuz? D. Bu hüquqi dövlət, bir də bu hüquqi dövlətin. Bunu kim səhv eləyib? Məncə də. Qaldır. 9. Kino qabaqdadır, vələ jurnaldır. Sonra 9. 16. Yox, 16-ya kimi olar yəqin. 16-dır məndə. Bildimi 16-ya kimi olar? 11. 10 deyən var idi. Biraz qaldır qızım. Sizdə 10-a kimi var? Nədir de? 11. Hem derslerle sürüyor. Yaxşı uşaqlar, davam edirik. 10-cu sualda deyir ki, o əvəzliyindən sonra vergül qoyulmamalıdır. O, xain... Bir də göz üstü. Deməli deyir ki, o, xainin dişlərini sındırdın mı? Hansı xain, o xain? Elə budur da. Niyə B-yə baxın? B. O təkrar çarpayıya uzandı. Hərəkət burada deyir. 8 astanovka sonraya niyə baxırsan? Düz onun yanına bax da. Məsələn, deyirəm ki, o. Məsələn, amin. Kim? O. Çarpayıya uzandı. Axırda da sındırır. Mən bu feilə görə vergülü demədimi qoymayın. Mən buna birinci növbədə sual verməyi bacarmalıyam. Kim, nə, hara sual, yəni mübtəda ismin sualı. Axı mən deyə bilmirəm kim xain, nə xain. Deyirəm, hansı xain? Siz, bax sonuncu dəfə deyirəm. Birinci gərək oya, buya, ismin, mübtədanın suallarından hansısa birini verə biləsiniz. Verdiniz, bacardınız bunu. İkinci mərhələ gəlir. Baxırsınız, görürsünüz ki, odan bundan sonra nə gəlib. Verə bilmədiniz. Ruslar demişlər, daşı bunun ardın getməyin. Yaxşı, getməyin bunun ardında. Siz birinci mərhələni keçməmisiniz. Vermirsə baxmırsan. Çünki sən birinci etapdan keçməmisən. Sən ikinci etapda nə işin var? Başa düşdünüz? Bəli. Çox sağ ol. 11. Yeri. Hansı 11 əsəbləşmə. O əvəzdən sonra yenə deyir, vergi qoyulmamalıdır. Nə vurmusunuz? C variantında o bir də feili görmədiniz, qaçır. Nə bu? Heç nə vurmamısan? Feil var da, feil gələndə qoyulmur. Əslində dərinə geçsə feili sifət gələndə qoyula bilər. Prosta hələlik görürəm suallar o qədər ağır səviyyədə deyil deyənə narahat olmayın. Feil gələndə vergi qoymayın. 16 müəllim. Getdik. Nə qədər müəlliminiz var ha? 16 müəllim. 15-də var. 16. Deyir, düzgün qoyulmamışdı. Anam cümə günü samavar qalayır, odlayır. Bu sadalamanın vergülüdür. Burada problem yoxdur. Hərəkət təkrarlanır, yazır, oxuyur, deyir, gülür. O, məsələn, fidan, kim o? Şəxsi mənafeyi üçün çalışır. Şəxsdən şəxsi düzəltmə sifətli vergül qoyulur. Cavab nə çıxır? O biri ağsaqqalın da saqqalı tərpəndi. Hansı ağsaqqal? O biri ağsaqqal. Vergi qoymursunuz. Siz oya bir kimin hara sualını verin, sonra bunun arxasını fikirləşin də. 17. Mən də düz adamı 30 durmuşam burada. Çünki əksər suallarda problem var. Deyir ki, vergül düzgün qoyulmamışdı. Nə vurmusunuz? Heç nə vurmusunuz. Sən də səhvdir. E vurmusan. Bu oruca məhkəmədə 15 il hansıda bu oruca məhkəmədə 15 il həbs cəzasını verən kəsilən gün baş verdi. Yox, indi qulaq as. Burada demir bu oruc. Deyir ki, bu, məsələn, qəza, toy, müsibət, bunlar isimdir də. Bu, yəni qəza, o hadisə. Qəza, oruca məhkəmədə 15 il həbs cəzası kəsilən gün baş verdi. Yəni, həmin o qəza isimdir. Bu ismi əvəz edib. Siz cümləni elə oxumayın da, bu oruca məhkəmədə 15 il. Biraz ola bilər. Vergül bir balaca o birislərə nisbətən çətindir. Başa düşdün mü, niyə vergülü qoyub? Deyir, bu. Hadisəni göstərir. Toy, qəza. Bu qadın sizin yoldaşınız deyilmi? Bax, sizin yoldaşınız olan qadındır.
Biz o bunu mübtəda eləyə bilmədik. Düzdür? Gərək mübtəda eləyəydik ki, sonra baxaydı ki, ondan sonra nə gəlib. Burada yoldaşınız olan qadındır. Bu sözü burada hansı qadın? Bu qadın təyindir. Biz axı təyinin suallarını deməmişdik. Biz demişdik mübtədanın suallarında. Verə bilmirik o sualı. Başa düşdünüz? Sonra 18, 19. 18, 19. Keçir önə 18. 19. Ver önə. Ver önə. Səbirli olun. 19. Hansı cümlədə vergül düzgün qoyulmuşdu? O kitab oxuyurdu. Məsələn, Fidan kim? Kitab oxuyurdu. Olur. Nailə o vaxtdan qayıtmadı. Qoyulmuşdu deyirsə, A variantı deyil. Hə. B vurmuşsan. Hansı vaxt o vaxt? Biz deyə bilərik, bax, qulaq as ki, o vaxtdan qayıtmayan kimdir? Nailə cümlənin mübtədasıdırsa, o təzdən necə mübtəda ola bilər? Gərək həmciz mübtəda olsun, onda da gərək nailə ilə o arasında vergül olsun, çünki sadalama var da, o da yoxdur. Və nətər olacaq bir söhbət? Uşaqlar, 20, 23, 21, 22, 20, 23, sonra 24. Hansı cümlədə, bura buraxın, düz yazsaz da baxın bura. Deyir, hansı cümlədə o əvəzliyindən sonra mütləq vergül qoyulmalıdır. Bu bizə nə deməkdir? O bayaqki o qoyula da bilər, o deyil. Bu tamam başqa bir şeydir. Burada cümləni iki başlı düşünə bilməzsən. Nə vurmusan? Aha. B götürüb, bir dəqiqə. Hə. Deyir, o, bir dənə D-yə baxım, kimsə D dedi. O kitabı Turana verən kimi qaçıb getdi. Bunu iki cür düşünmək olar da. O bunu götürməz. İnanmıram götürsün bunu. Hə? Hə? Mütləq deyir, ay sağ ol. Modal sözdür də. Modala görə qoyulur. Əla. 24-ə baxırıq uşaqlar. Dəyişmə qalsın. Qaçmır, görünür. O əvəzliyindən sonra vergül işarəsi istifadə düzgündür. Hə, indi qulaq asın. Qulaq asın. O şam kimi yanır. Məsələn, biz analarla bağlı danışanda deyirik də, valideynlərlə bağlı ki, o övladı üçün şam kimi yanır. O şəxsi nəzərdə tuturuq, insan nəzərdə tuturuq. Şam da isimdir, vergül qoyacağıq. Bu düzdür. O şamda tək yanır. Hansı şam? Burada yanan artıq şam. Yox, biz şamdan, biz birinci gələnə baxırıq da, sən 4 astanovka bu tərəfə baxma. Birinci gələnə bax. O şam kimi yanır. O kim? Məsələn, tutam ki, kimsə də bir ad qoyuruq ora. Bir düzdür. O şamda tək yanır. Burada yanan odur. Şamdır. Bu hansı şamdır? O şam. Burada qoya bilməzsiniz. İkiləri çıxın. İkiləri çıxsınız. Bu getdi. Bu getdi. Bu getdi. Sən ismin sualını verə bilmədin axı. Kim şamda tək yanır? Birinci sualı verin. Sonra nə gəlib, nə gəlməyibə baxın. Hə. O bayram şamıdır. Bax, məsələn, bunu göstərirsiniz. Məsələn, bu, o. Qırmızı zad olur, belə rəng-bərəng. Qabaqdan gəlir Novruzda. O, nə? Bu, o. Bayram şamıdır. O da iştirak bağlayıcıdır. Bağlayıcı gələndə qoyulmur. Və görürsünüz, dərhal gələnə baxıram. Siz gedib 3-4 sözdən sonra feil gəlib deyənə, elə olmur da. Başa düşdünüz bunu? O bayram şamıdır. Yenə də o, sual verirsən, deyirsən, bala, bu, təsəvvürən Novruzda girmişsən bazara, şam var, bayram şamı süfrəyə qoyurlar, şam var belə ağ boboyda, o işi, qəbirstanlıqda yandır. İndi qulaq asın, qulaq asın. İndi sən də soruşsan ki, satandan, məsələn, tutam ki, Rəşid bayram şamı satır. Deyirsən ki, bəs bu bayram şamıdır. Yenə şamı nəzərdə tutsan da, bu nə? Yenə həmin şeydir. O da deyir, bu bayram şamıdır. Bəli. Allah qurbanım. Təsəvvür, Rəşid də deyir ki, bayram şamı qutarıb, qəbirstanlıq şamını bayram şamı adı ilə satır. Bayram günü cəmaatın evinə qaranlıq salır ki. Allah qurbanım. Nəysə, 24-ü başa düşdünüz. 24, 25, 26, 25 sonra 26. Bizim vaxtımız yarım saat qalsa böyle bir şeydir. Hansı cümlədə o əvəzindən sonra vergül qoyula bilər? O oxuyarkən arkan feili bağlamada qoyulmur.
Biz əvəzlikdir qoyulmur. Ki ədatdır qoyulmur. 2 sadə variant qalır. Gəlirəm. O söhbətə çox həvəslə başladı. Bu iki cür düşünülə bilər. Bir dənə yeyə baxın. O məktəbdə qardaşım oxuyur. Hə, hansı məktəbdə? O məktəbdə. Yəni bu məktəbdə yox. Mən yenə deyirəm, yanındakına bax kinə. Sən gəlirsən 8 səfərdən sonra. Yox. Məktəbdə oxuyan kimdir? Qardaşım. Bu o axı mübtəda ola bilməyib. Qardaş da mübtəda. Vəssalamdır. Bəli. O, məsələn, tutam ki, Əli, kim Əli, söhbətə həvəslə başladı. Bəli, başa düşürəm, o söhbət, bu söhbət də ola bilər. Amma burada yox da, burada bizə qaynı. Sonra Sonra neçəyə baxırıq? 27. 26 da var idi. Gözləyin. Hansı cümlədə o əvəzliyi həm şəxs, həm də işarə əvəzliyi kimi düşünmək olar? O məktəbdə hamının sevimlisi, elə budur da. Bir var o, adı nədir? Nərgiz məktəbdə hamının sevimlisi idi. İndi Nərgiz məktəbi dəyişir. Deyir ya, bu məktəbdə yox, o məktəbdə Nərgiz hamının sevimlisi idi. Burada yox. Məsələn də. Sonra 26. 27, hə, üzr istəyirəm. 27. Saxla. O, bu əvəzdən sonra vergül qoyulması səhvdir. O, bu, indicə çəkdiyim rəsmlərdən biridir. Bu deyəndə sən rəsmi nəzərdə tutursan. Yenə gedib 8 dənə sözdən sonra baxıb, indi zaman zərfidir. Zərfdə qoyulur. Başa düşmədin, bu hərəkət. Bu çəkdiyim olsaydı yenə... Biz demişik, əvəzli feil yanında qoyulmur da. Sonra, bu ailənin mehribanlığı başqalarına da nümunədir. Bu ailədə, hansı ailə? Bu ailə. İşarə sifətin sualına cavab verdiyi üçün qoyulmur. Sonra 28, 29. Hə, biraz qaldır qızım. Deyir, mübtəda vəzifəsində işlənən o əvəzdən sonra vergül qoyulmalıdır. O gəlib çatanda gəlmək feildir, qoyulmur. O ancaq sənə inanır, ədatdır, qoyulmur. O bir söz dedi mi, bir saydı, vergül qoyulacaq. O sayı keçmək üçün hansı sayı qoyulmur? O həmin adamdır, həmin də əvəzlikdir. Yəqin ki, bilirsiniz, mənə bilər. Yox, deyil. O, məsələn, Fidan, əsəbi adamdır. Bir söz dedi mi, qurtardı, getdi. Biz o deyəndə Fidanı nəzərdə tuturuq, mübtədadır. Bir də ki, saydı qoyulurdu. Baxın, həmin əvəzlikdir. Əvəzlikdən sonra əvəzlik gəndə qoyulmur. O, bu, elə, belə, həmin. 9? 29. Qaldır. Qaldır hələ. Mən nə günah işlətmişəm bu günləri. Hansı cümlədə mübtəda vəzifəsində işlənən bu əvəzdən vergül qoyulmalıdır? Nə vurmusan? D vurmusan. Əvəzlik gəlib, sən. Əvəzlikdən sonra əvəzlik gəlib. Mən bundan sonra keçəcəm ibtidai şeyə. Böyük A, balaca A. Böyük M, balaca M. Baxsa? Aysa. Qutar. Day bundan sonra heç kim deməyəcək. Qaldır 30-31. Ha, siz görmüş. Yoxdur, həbs yox. Ah, şükür Allaha. Keçir OTK, MOTK-yə.